Bu dəfə elə bir piroq bişirdim ki, dadı sözlə deyil, yalnız hisslə anlatmaq olar. İçində qəhvənin ətri, darçının istiliyi, şokoladın ləzzəti və armudun yumşaq dadı birləşib, üzərinə də yer fıstığı ilə tamamlanıb, iştah açan möhtəşəm bir piroq ərsəyə gəlib. Piroq üçün 6 ədəd yumurtadan istifadə etdim. Üzərinə 1 stəkan yarım şəkər tozu əlavə edirəm və çalmağa başlayıram. 1 stəkan duru yağ, 1 stəkan qatıq əlavə edirəm və yenidən qarışdırıram. Mən 4 stəkan ələnmiş undan istifadə etdim. Az-az qatıb qarışdırıram. 2 paket qabartma tozu, 1 paket vanilin qatıram. Qarışdırıram. Üzərinə 1 stəkan damla şokoladı da qatıram və mənim xəmirim hazırdır. Soba listini duru yağla yağlayıram. Üzərinə un əlavə edirəm ki, yapışmasın və hazırladığım xəmiri duru yağla yağladığım və üzərinə un səpdiyim soba listinə əlavə edirəm. Mən armudlu qarışıq piroq hazırladığım üçün 6 ədəd armudu qabığını soydum və doğradım, kənara qoyuram ki, sonda doğradığım armudları soba listinə əlavə edəcəm və üzərinə şəkər tozu əlavə edəcəm. Hər bir armudun üzərinə ki, piroq bişdikcə şeker biraz rengi değişsin ve karamelize olsun armudlar ve iştah açan lezzetli bir dad ərsəyə gəlsin. En üstte de darçın əlavə edirəm hər bir armudun üzerine. Bu da çok lezzetli. Çok farklı dad ve ətir verir. Piroq 180-200 dereceli sobada 40 dəqiqə ərzində pişir. Və mən kənarda başlayıram sosunu hazırlamağa. 3 yemək qaşığı hazırladığım şoka kremi əlavə etdim. 2 yemək qaşığı qatılaşmış süd əlavə edirəm və qarışdırmağa başlayıram. Və üzərinə yarım çay qaşığı kofe əlavə etdim. Kofenin ətri tadı da piroqa fərqli ləzzət qatır. Çox dadlı olur. Mənim piroqum pişdi. Üzərinə çizgilər atıram və üzərinə hazırladığım qarışımdan hər tərəfinə əlavə edirəm və 100 qram yer fıstığını da üzərinə qoyuram və ən azı 2-3 saat dinləndikdən sonra piroq hazırdır. Çox ləzzətli, çox dadlı, çox fərqli bir reseptdə siz də hazırlayın. Əminəm ki, çox bəyənəcəksiniz. Kanala abunə olmağı, videoları izləyib bəyənməyi unutmayın. Dəyər verib izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.